Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 202, 92, 170 marşrutlarından 100-150 metr məsafədə yola yaxın olan ərazidə, məktəbə, bağçaya, marşrutlara yaxın olan ərazidə 3 mərtəbəli, tam təmirli, əşyalı, gözəl bir həyət evini satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verib, evin qiymətini videonun son dəqiqələrində sizə nəzərinizə çatdıracağam. Hörmətli izləyicilər, bax görürsünüz, gördüyünüz kimi bu evin demək, pudla idarə olunan darvazasıdır, ayrıca əl qapısıdır. Bura yol hissəsidir, gördüyünüz kimi. Daxil oluruq indi bax buradan evin həyətyanı sahəsinə. Həyətinə rahat, bax bir ayrıca 2 dənə maşın daxil ola bilər. Ayrıca altında qarajı. Qarajı bax belə izolyasiya olunub. Arkasında da belə artıq əşyalar yığmaq üçün ev sahibi orada belə bir şərait yaradıb. Gördüyünüz kimi hörmətli izləyicilər, evdə təmiri vəziyyətdədir, tam içi dolu əşyalı satır. Hər şey evin içində qalır. Bunu da nəzərdə çatdırıb. Keçən indi birinci evin içi ilə tanış olaq. Buradan daxil oluruq evin giriş hissəsinə. Döşəmələri istipol. Gördüyünüz kimi hörmətli izləyicilər. İstipol. Bax bu evdə nə varsa hamısı evin içində qalır. Solda mətbəxdir. Bu hissəsi sanuzel hissəsidir. Yayda zətdə oturmaq üçün əlverişlidir. Yəni qonaqların gəlib getmək üçün ən bax belə bir dostanışın gəlib burada aşağıda rahat oturub istirahət eləmək üçün belə əlverişlidir. Burada bir dənə bax belə bir otaqdır aşağıda. Gördüyünüz kimi bax burada nə varsa hamısının ev içində qalır. Özü bahalı, yəni nəzərinizə çatdırım. Dəyərli mebellərdə bunu da nəzərinizə çatdırım hörmətli izləyicilər. Qapıları ağ qapılardan istifadə olunub, açıq boylardan istifadə olunub, yer istipoldur, döşəməsi görürsünüz qranit mərmərdən yığılıb. Hamamda genişli, ürəksanlı yuxarılar asma tavandan yığılıb. Qoşaq, görürsən ara kəsmələri də qoşadır, gördüyünüz kimi hörmətli izləyicilər. Qalxaq indi evin yuxarı hissələrlə tanış olaq. Qalxırıq buradan yuxarı. Qalxan kimi. Bura balkon hissəsidir. Həyətyanın sahəsini bir dənə bax buradan belə ətraflı çəkirəm. Genişliyi göz qabağındadır. Yəni 2 dənə rahat həyətinə maşın daxil ola bilər. Hətta bir də qarajı var. Daxil oluruq evin əsas hissəsinə. Bu hissəsi də gördüyünüz kimi dəhlizli ev tam təmiri vəziyyətdədir. Bütün mebellər evin içində qalır. Pləkanları zövqlə yığılıb. Gördüyünüz kimi də evin təmiri ideal vəziyyətdə təmir olunub. Bu hissəsi qonaq otağıdır. Zalı hardasa 4 metrdən 9 metr, 10 metrə yaxındır hardasa. Bax burada mebellər nə varsa hamısı evin içində qalır. Yeri də gözəl yerdir. Sənədi bələdiyyə arxivli sənəddir. Ara mərtəbələri monolitdir. Bax bu evin bu hissəsi də döşəmə hissəsi də monolitdir. Ara kəsməsi də monolitdir. Keçirik buradan. Bu hissəsi sanuzeldir. Yuxarılar asma tavandan yığılıb. Döşəməsi istipoldur. Gördüyünüz kimi hörmətli izləyicilər, təmirdə super vəziyyətdə. Buradan da mətbəxə keçirik. Mətbəx də geniş, ürək açan, hardasa 380-in 6 metrə yaxındır. Bunu da nəzərdə çatdırın. Genişli, ürək açandır. Gördüyünüz kimi bax nə varsa evin içində qalır. Bütün mebellər, nə bilim, xaladenlidir, televizordur, kondisionerlər, 2 dənə kondisioner. Yəni evin nə varsa evin içində qalır. Keçirik. Bunlar hamısı evin içində qalır, nə varsa. Qalxaq 2-ci mərtəbəyə, 3-cü mərtəbəyə. Buradan qalxırıq yuxarı. Zəkanlar da gördüyünüz kimi zövqlə yığılır. Qalxan kimi sağ tərəfdə balkona çıxışdır. Yuxarıda da 3 dənə otaqdır. Təmirdə geniş otaqlı otaqlardır özü. Burada geniş bir, hardasa 4-ün 5-ə bir yataq otağıdır. Bax mebellər hamısı evin içində qalır. Özü bahalı mebellərdir. Bunu da nəzərinizə çatdırım hörmətli izləyicilər.
Üzbəüz burada sanuzeldir. Sağda burada yine geniş bir 4'ün hardasa 6'ya 24 kvadratlıq bir yataq otağıdır. O mebellerde yani balaca yani ucuz mebellerde bunu nəzərinizə çatdırım hörmətli izləyicilər. Bax buradan belə çəkirəm. Ev içi dolu əşyalıdır. Ev sahibi bir dənə paltarı ilə qapqaşını götürüb çıxır evdən. Sonunda burada bir də yenə bir 4'ün 5'e 20 kvadratlıq bir yataq otağıdır. Buradan belə də belə çəkirəm. Mebellərə rahat baxın. Yəni sağlam vəziyyətdə təzə mebellərdir. Buradan da bax keçirik. Balkon hissəyə. Balkonun da görsün buranın da təmir qaydasındadır. 3 mərtəbədir birbaşa. Balkon da təmir vəziyyətdə. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmasına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın hörmətli izləyicilər. Sənədi yenə qeyd edilən bələdiyyədir, arxivli sənəddir, kupsiyə gedən sənəddir, ev kamera ilə qorunur. Bunda nəzərdə çatdırın mövcudlu kameraları. Evin qiyməti 265 min start qiymətdir, içi dolu əşyalı, tam əşyalı satılır. Yeri qəşəng yerdir, marşruda, marketlərə, məktəbə yaxın ərazidə yerləşir. Bunu da nəzərdə çatdırın. 3 dənə marşrut yaxınlığından keçir. 265 bin start qiymət, real alıcı olsa endirim olmağına birbaşa sahibinə görüşəcəksiniz. Son söz hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.